Hər gələn müsibət, imtihan, sınaq, çətinliklər, insanın borcunun olması, sıxıntısının olması, xəstələnməsi, kiminsə öz əzasını itirməsi, ümumiyyətlə çarəsiz bir hala düşməsi o demək deyil ki, artıq Allah o məhv edir. Xeyr, belə deyil. Vallahi belə deyil. Allah barədə yaxşı zəndə ol. Fəmmə zannukum bi rabbil aləmin. Sizin aləmlərin Rəbbi olan Allah barədə zənniniz nədir? Allah səni məhv eləməz. Allah Teala səni alçatmaz. Allah Teala bəzən o imtihanı göndərməklə səni özünə qaytarır. Özünə qaytarır. Rəbbivə dönməyi səni yönəldir. Nəsib edir ki, Allah Teala sən qayıdasan Allaha. İnsan sıxıntı içərisində olanda daha çox dua eləyir. Daha çox Allaha yaxınlaşır. Daha çox Allaha meyl eləyir. Allahdan kömək istəyir. Həqiqətən də xeyirdir. Xeyirdir vallahi. Biz bilmirik. Allah Teala günahları bağışlayır. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki: "İnnallaha izə ahabba qauman ibtalahum." Allah bir qövmü sevsə, onları sınaq eləyər. Əgər sən xəstəsənsə, Allah Teala səni imtahan edir. O xəstəliyi, günahlarını bağışlamaq üçün göndərir. Allah Teala səni sevir. Sənin Allah qatında bir dəyərin, bir qədrin, bir qiymətin var.